Karbürator maşını sürənlər bu açarı belə bir damcı buran kimi balabarat xoddan deyib genəlirsə, heç fikirləşmisiniz ki, niyə ən müasir maşınlarda bu qədər cəld xodlana bilmir? Və yaxud da o cür xodlananda kapotun altında nələr olur? Anlatayım. Bu nədir? Kalenval daçkı deyənləri təbrik edirəm, heç biriniz demədiniz. Orada kalenval daçkı nə iş görür? Porşenlərin vəziyyətini bilir, hərəsinə öz vaxtında iskra göndərir. Bu tərəfdən də taxometri yazdırır priborda, salonda. Hə? Eyni işdə bu görmürmü? Deməli bu nədir? Ay sağ ol, bu tramlyordur. Bu tramlyor mexaniki qoşulub kalenvala. Val fırlandıqca bu da fırlanır. Bunun içində pırpıra var, görmüsünüz. O pırpıra fırlanır sağ tərəfə belə. Valın iki kuruğunda bu bir kuruq fırlanır. Nəyinə lazım? Elə lazımdır ona görə. İki kuruq o fırlananda bu bir kuruqdan fırlanır. Onun bir kuruğu bunun yarım kuruğudur. Val nə qədər ki fırlanır, şesterna ilə bu da onunla bərabər fırlanır. Maşın xodlu vəziyyətdə maşını söndürəndə val bir müddət fırlanır, sonra dayanır da. Bu da onunla bərabər fırlanır, dayanır. Ona görə də porşenlərin vəziyyətini əzbər bilir, daim nəzarət edir, itirmir yerlərini. Sən zaman qaçanda tutaq ki, bunun içindəki pırpıra durub, misal üçün bu nədir? 1, 3, 4, 2. Bu 4'dür, bu 2'dir. Onun ikisinin arasında. 4 ilə 2'nin arasında. Demək bu nə deməkdir? Bu o deməkdir ki, 2 hava yanacağı sorub, yarıya qədər sıxıb dayanıb. Sən stateri açarın ucunu staterə göstərən kimi stater valı 90 dərəcə fırlayır, bu da 45 dərəcə fırlanır, gəlir durur 2'nin üstündə, eyni zamanda da 2 qalxır, tam sıxır, sıxan kimi buradan alışdırır, basır xodlayır. 2'dən xodlayır. Nə olur? 90 dərəcəyə xodlandı. Və yaxud da arxadan itələyəndə maşını, itələyib xodlayanda, ayağını muftadan götürən kimi təkər, fırlanan təkər, valı 90 dərəcə fırlayır, bu da 45 dərəcə fırlanır, gəl hansısa birinin üstünə xodlayır. Yəni fərqi yoxdur. 1 ilə 2'nin arasına düşsün, 1'dən xodlayacaq. 1 ilə 3'ün arasına düşsün, fırlanıb 3'dən xodlayır. Fərqi yoxdur. Sıradayı hansı porşendirsə birinci oradan xodlayır. Lap hansısa birinin tam üstündə dursa, tutaq ki, dursun birin üstündə, tam birin üstündə. Sönən vaxtı. Bu nə deməkdir? Bir yanacağı sorub, tam sıxıb, iskra lazımdır partlasın. Amma buna iskra vermir. Çünki hərəsinin üstündə duranda babinə gedən kontakt aralı olur. Bunu ötürdü. Bundan sonra motor başlayır, stater başlayır motoru fırlamağa. Motor 180 dərəcə fırlananda eyni zamanda 2 sorduğu benzini, yox 1, 3, 3-cü benzini tam sorub, heç sıxmayıb. O 180 dərəcə fırlananda qalxır, sıxır, eyni zamanda da bu gəlir, bunun üstünə basır 3'dən xodlayır. Hə, bəs niyə ancaq isti motora xodlanır? Çünki isti motorda, isti şəraitdə isti benzin daha rahat alışır. Soyuq motorda da pırpıra harda durubsa ondan sonraki porşenlərdə bir-bir partladır. Prosta giliz soyuq olduğu üçün xodlana bilmir. O porşeni basan benzinin porşeni basan qüvvəsi zəif olur. Ona görə sırası ilə bir-bir gedir. 1-3-4-2, 1-3-4-2, 1-3-4-2 gilizləri bir-bir qızdırır. Ondan sonra xodlanacaq qədər qüvvə əmələ gələndə oradan xodlayır. Gör indi beyinli sistemlər xodlanınca nə zülüm çəkir. Fərz elə ki, bu kalenvaldır. Kalenvalın şkifi. Stater fırlamağa başlayanda bir kuruq fırlanır, kalenval daçki siqnal verir. Kuruq yarım fırlanır, raspidval daçki siqnal verir. 90 dərəcə fırlanır, benzin çiliyir. Bir kuruq fırlanır, ondan sonra iskra gəlir, xodlanır. Neçə kuruq getdi sayma. İndi ətraflı izah edirəm. Burada söhbət gedir 4 silindirdən. 4 silindirin ümumiyyətlə motorun 2 ölü nöqtəsi var. Üst ölü nöqtədə 1 ilə 4 yuxarıda durur, alt ölü nöqtədə 2 ilə 3 yuxarıda durur. 1 ilə 4 yuxarıda duranda birinci partlamaya düşürsə, demək 4-cü sormadadır. Gələn dəfə fırlanıb 1 ilə 4 yenə yuxarıda duranda 4 partlamaya düşür, 1 sormaya düşür. Eyni də alt ölü nöqtədə 2 ilə 3 yuxarıda duranda birinci əgər 2 partlamaya düşürsə, 3 sormadadırsa, gələn dəfə 2 ilə 3 yuxarıda duranda bunun əksi. Bunu da deyən raspidvaldır. Burada da kalenvalın 2 kuruğunda raspidval 1 kuruq fırlanır. O raspidvalın daçkı da bunu xəbər verir. Bu kalenvalın şkifi. Bunun qırağında dişlər var. Bir hissədə də mırıq diş var. Bu kalenvalın daçkı olsun. Bu da olsun, biraz anarda qoyun. Raspidvalın daçkı. Mən bu motor üçün danışıram. Başqa motorlarda dişlərin sayı fərqli ola bilər. Daçkilərin durduğu yer fərqli ola bilər. Bəzilərində maxavikdən ölçür. Fərqi yoxdur. Ümumi iş prinsipi eynidir. Motor nə qədər ki işləyir, bunlar beyinə siqnal göndərir. Porşenlərin hərəsinin öz vaxtını bilir. Ona uyğun benzin göndərir, iskra göndərir, motor işləyir. Motoru söndürəndə beynin toku kəsilir, bunların da toku kəsilir. Bu saymağın başını buraxır. Val da bir müddət fırlanıb dayanır.
Təkrar zamokasiyadan kodlayasın. Zamokasiyada beyin ayılır, soruşur. Ay, harda durmuşdu? Nə bilim müdür, mən yatmışdım. Bir dənə fırlasın görüm. Yine o mırıq dişi görməlidir bu. Bu mırıq diş burada durubsa yarım kuruqdan sonra görür. Burada durubsa 4də 1, burada durubsa 4də 3, aralarda ona uyğun, tam qabağında durubsa mırıq diş tam bir kuruq sonra görür. Çünki əvvəl bu balaca dişləri görməli ki, onların ara məsafəsini referans alıb o uzun məsafəni tapa bilsin. Tutaq ki, tam ucunda dayanıbmış. Stater fırlanmaya başlayır. Hələ benzin, iskrazat göndərmir. Nə bilsin hara göndərsin? Porşenlərin vəziyyətini bilmir heç birini beyin. Hələ bunlardan öyrənir. Bir kuruq fırlandı. Mırıq dişi gördü. Aha, deyən görüm. Deməli, mən buradan 20 diş saysam, üst ölü nöqtəni tapıram. Demək, 20 diş saysa, bilir ki 1 ilə 4 yuxarıda durub. Amma 1 sormadadır, yoxsa 4, onu bilmir. Burada köməyə Raspidval datçıqı çatır. Raspidval datçıqı da burada siqnal verir. O da 2 kuruqdan bir siqnal verir. Çünki valın 2 kuruğunda Raspidval 1 kuruq fırlanır. 1 kuruq fırlandı, mırıq dişi gördü. Yarım kuruğa Raspidvalı görməlidir. Gördüsə, bildi hansı porşen hardadır. Görmədisə, əlavə 1 kuruqda fırlayır görməkdən ötürü. Aha, gördü. Ücə bildi hardadır. Ücə bildi ki, 90 dərəcə aşağı düşəndə 2 ilə 3 yuxarıda durub. 2-nin sorması başlayır. Burada benzin göndərir. 2 sordu, 2 sıxdı. Buralarda da iskranı göndərir, basır 2-dən xodduyur. Deməli, 1 Kalenvalı gördü, yarım görmədisə 2 yarım Raspidvalı gördü, 90 düşdü aşağı 2.75, 2 sordu, 2 sıxdı, 3.75, bir 25 dərəcədə bunun partlayışdan sonra kodlanmağı 4 kuruq. Birinci dəfədən görsə 3 kuruq. Yəni minimum kodlanması. Daha doğrusu minimumu ola bilən mırıq burada olar, belə nəsə 2 kuruqdan 4 kuruq arası kodlanır. Amma fikir vermisinizsə, isti motora bunlar da tez kodlanır. Amma tez kodlanır dediyim də o qədər də cəld yox. Ya 4 kuruğa ya 3 kuruğa kodlanırsa əgər Raspidvala görə isti motora həmişə 3 kuruğa fırlanır. 1 kuruq əski, arada 1 kuruğun fərqi var. O da səbəb. 1 kuruq fırlandı, Kalenvalı gördü. Yarım getdi, burada Raspidvalı görməlidir. Amma görmədi. Gələn kuruqda görəsidir. Beyin baxır ki, motor istidir. Benzin yaxşı alışar. O gecikdirməyim, xodduyum. Amma Raspidvalı görmədiyi üçün bura çatanda bilir 2 ilə 3 yuxarıdadır. Amma 2 mi sormadadır, yoxsa 3 sormadadır, onu bilmir. Bilmədiyi üçün hər ikisinə benzin göndərir. 2-yə də 3-ə də. 1 kuruq sonra da hər ikisinə iskra göndərir. Hə, və niyə motorun qarnı ağrımır? 2 ilə 3-ə benzini göndərir. 2 ilə 3 yuxarıda. Hansı sormadadırsa, onun klapanı açılır. Benzin göndərir. Benzin hər ikisinin sorma klapanının başında durub. Soran hansıdırsa onun klapan açılır. O benzin onun kamerasına girir. 1 kuruqdan sonra sıxanda onun hansının girizinə giribsə benzin, o sıxır, o biri boşdadır. O biri onsuz da xaricdədir. Tüstünü buraxandır. O sıxır. Sonra ikisinə də birdən iskra göndərəndə hansının içində benzin varsa o partlayır. O birinin benzin hələ də klapanın başında qalıb. Çünki o birinin klapanı açılmayıb hələ. Ona görə də dolaşmır. Ondan sonra gələn dəfədə Raspidval siqnal verir, düşür qaydasına. Hə, Raspidval siqnal verməsə belə, tutalım ki, Raspidval datçıqı xarabdır. Görmüsünüz, Raspidval datçıqın xarab olur və yaxud da şunurunu çıxardıb qoyursunuz qırağa, motor həmişə gec kodlanır. O səbəb odur ki, 1 kuruqda Kalenvalı gördü, Raspidvalı görmədi. Hə, gələn dəfə görərəm. Yenə görmədim. Uy, yoxdur. Neyniyim? Heç nə, cəhənnəm. Düşür aşağı, 2 ilə 3-ü qaldırır yuxarı, hər ikisinə benzin göndərir, hər ikisinə alışdırır. Burada 1 ilə 4 qalxdı yuxarı. Yenə bilmir. Raspidval datçıqı yoxdur, bilmir hansı porşen sıxmadadır, boğmadadır. 1 ilə 4 qalxır yuxarı, 10 da hər ikisinə benzin göndərir. 1 kuruq sonra 10 da hər ikisinə svets iskra göndərir. Amma motor baxsa normal işləyir. Səbəb hansı, misal üçün 1 ilə 4. İkisinə də benzin göndərir. İkisinin də klapanın başında benzin var. Hansının klapanı açılırsa onun kamerasına benzin girir. O birinin klapanın başında gözləyir. O biri də partlamadaydı. Onun klapanı açılmadı. Bu sordu, sıxdı. İkisinə də iskra göndərəndə hansının içində benzin varsa o alışır. O biri tüstü buraxmadadır. O birinin tüstüsünə gedir sveça, iskra, boşa. Gələn dəfə 200 gəlir, bunun da ikisinə benzin göndərir. Yenə həmin şey, yenə 1 ilə 4 qalxır yuxarı, yenə ikisinə benzin göndərir. Bu səfər 4-cü sormaya düşür. O əvvəldən də onun klapanın başında benzin var idi. Təzə benzinlə klapan başındakı benzin də ona qoşulur, sorulur içəri. Bu səfər bunun klapanı açılmır. Bu partlamadadır.
Bu boşuna düşür aşağı. O sorur düşür aşağı. Sıxanda hər ikisinə iskra göndərir. Bunun tüstüsünə göndərir iskranı, yəni boşuna. Bu səfər bunun klapanında qalıb benzin düşməyib kameraya. Onunki düşdü getdi. Gələn dəfə birə benzin verəndə ikisi bir-birinə qoşulub gəlir. Əlimdə motor maketi olsaydı daha aydın izah eləyərdim. Buna da şükür. Buna da şükür. Yəni Raspidval datçiki olmasa belə motorun işləməyin səbəbi budur. Nə qədər ki sən klapanların salamat axıtmır, nə titrəmə, detonasiya, heç bir şey olmur. Bir dənə 10 litr benzin yandıran motor 15 litr yandıra bilər. Zato evakuator düşməlisən. Bu da maraqlı bir alqoritmdir, beynin alqoritmi, amma GDI motorlarda işə yaramır. GDI Pramoy benzini yanma kamerasına vurur deyə klapan başında o benzini saxlayan klapan yoxdur orada. Ona görə 2-2 vura bilmir. Baxmayın ki, bunun da babini 2-2 göndərir onsuz da. Babini təklə olanlarda da beyin 2-2 vurur. Raspidval datçik işləməyəndə. Motoru beyin ağıllı davranıb 2-dən ya 3-dən xodlamağın başqa bir səbəbi də stater 150-180 RPM arası fırlayır motoru. Akkumulyator yaxşı olsa 180 RPM, biraz zəif olanda 150-yə qədər düşə bilər. Amma 150 RPM fırladığı yerdə iskra gəlib, motor xodlanıb birdən-birə 800 abarot, 1000 abarota qaldıranda kənar porşenlərdən xodlanması biraz kalenvala ziyandır. Birinci zərbəni kənarlardan ala, ona görə də birinci ortadan alışdırır. Ortadan zərbə basır. Elə bil 180 RPM fırlandığı yerdə qəfildən keçir 800-ə 1000-ə. Soyuq havalarda 1200-ə də keçər. Ona görə birinci orta silindirlərdən alışdırır. Zərbəni birinci ortadan verir. Sən indi soyuq motora xodlana bilməsən məcbur sırası ilə 1-3-4-2, 1-3-4-2 hansında xodlansa oradan xodlayır. Amma əsas ən birinci zərbəni ortadan verir. İndi sizə bir şey də göstərim. Zaman qaçdım, biraz gözlədim, xodladım. Burada время работы блок управления. Yəni zamoku nə qədər əvvəl açmışam? 29 saniyə, 30 saniyə. Dəqiqə bunu aşağı salım. Hə. Əvvəl açmışam. 4 saniyə. Moment aslanı dvigat motorun dayanma müddəti. 4 saniyə benzin nasosu gözləmişdim. 41 saniyə, 43 saniyə bu da gedir. Bu da valın ilk dəfə fırlanmağa başladığı vaxtı. Aralarında 4 saniyə fərq var. 56, 52, 57, 53, 59, 55, 4 saniyə, 60 saniyə zaman qaçılıb, 58 saniyədə motor fırlanır. Heç. Sonra bu abarot kalenval za время puska 0.3 abarot. Yəni stater valı fırlayandan 0.3 abarot sonra kalenval datçiki mırıq dişi görüb. Aşağıdakı da Uqlavoy Palajeniya Natsalova Pruska. İlk dəfə benzin nə vaxt gəlib? 210-cu dərəcədə. Elə bil burada duranda fırlandı, gəldi, durdu burada. Raspidvalı gördü. 90 dərəcə düşdü aşağı. 2 ilə 3 qalxıb yuxarı. Bu 180 dərəcə, 210 dərəcə. 30 dərəcə sonra da benzini göndərib. Elə bil ikinci silindir sormağa başlayıb, biraz vakuum yaradıb şeydə, silindirdə. Sonra benzini püskürdü 210-cu dərəcədə. Porşen elə bil biraz aşağı düşəndə. İndi bura bax. Deməli 360 dərəcəni vururam 0.3 abarota. Tapıram ki 108 dərəcə. Elə bil mırıq diş elə yerdə durub ki 108 dərəcə fırlanandan sonra kalenval datçiki onu görüb. Üstə gəl. Yarım quruq fırlanıb Raspidval datçikini görmək istəyib. Üstə gəl 180. Üstə gəl 90 dərəcə düşüb aşağı. Fərz eləyək ki birinci dəfədən görüb Raspidvalı. 90 dərəcə düşdü aşağı, 2 ilə 3 qalxdı yuxarı. Üstə gəl 180 dərəcə 2 başlayıb sormağa. 480 yazdım ha. Barmağım soyuqdur biraz. Tam sordu. 2. Üstə gəl 180 dərəcə tam sıxdı. Burada iskra gəldi. Bir hardasa 25 dərəcədə iskradan sonra xodlanmağına götürürəm. 763 dərəcə fırlanıb ümumi. Onu da bölürəm 360-a.
2,1 kuruğa xodlanıb maşın. 0-dan 2,1 kuruğa fırlanıb. 2,1-i saxla yadında. İndi stater motoru 150-180 RPM arası fırlayır. Akkumulyator yaxşıdır. Mən bunu 180 RPM götürmək istəyirəm. 60 saniyə bölürəm 180 RPM-ə. Tapıram ki, stater motoru bir kuruq fırlanması üçün neçə saniyə çəkir? 0,33 saniyə. Onu da vururam. Neçə kuruq fırlanmışdı bizdə? 2,1 saniyə, 1 kuruq. 0,6. Düzdür, bu 0,7 götürür. 0,6 ya 0,7 çıxmalıdır dəyər. Baxırıq, oba. Vremya puska dvigatel. 0,6. 0,6 saniyədə motor tam xodlanıb. Ola bilər 0,60 neçəni 6 götürür, 7 olsaydı 7 götürərdi. Nəysə.